Əhmədova Samirə, aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis, 4 ildir bu sahədə çalışıram. Aviasiya sahəsinə həvəsim olduğu üçün tez-tez vakans yerləri ilə maraqlanırdım. CV göndərdim, dəvət etdilər və müsahibə nəticəsində işə qəbul olundum. Xidmət zamanı təhlükəli anlar yaşamamışam. İdarə daxili keçirilən kurslar nəticəsində bu cür təhlükəli anları necə dəf edəcəyimiz barəsində bizə təlimatlar keçirildiyi üçün bu situasiyadan necə çıxacağımızı bildik, lakin real həyatda, iş həyatımda belə bir təhlükəli anlar yaşamamışam. İşin çətin tərəfi növbəli iş saatında işləməyimiz, gecə və gündüz növbəsində işləməyimiz. Məsuliyyətli tərəfi isə işin özünün büsbütün məsuliyyətdən ibarət olması, sərnişinlərin mənzil başına təhlükəsiz və sağ-salamat çatmasından ibarətdir. Xidmət zamanı yaşadığım maraqlı hadisə, tanınmış simaların aerovağzal kompleksinə daxil olması, tanınmış simalarla ünsiyyətdə olmaq, onların aeroport nəzdinin daxilində çəkdiyi kliplər, kinolar, o cür insanlarla ünsiyyətdə olmaq, təmasda olmaq, bunlar biraz maraq doğururdu bizə. Daha dəqiq, daha məsuliyyətli, daha punktual olmağı, daha operativ, nizam-intizamlı olmağı öyrənmişəm. AT işçisi ilk növbədə səbirli, diqqətcil, ayıq-sayıq, məsuliyyətli, sərnişinlərə qarşı daha da nizamlı, intizamlı, səbirli, təmkinli olmalıdır. Hal-hazırda tutduğum vəzifədən çox məmnunam və bu sahədə irəliləməyi düşünürəm. Qrafikimizə uyğun olaraq işə gəlirik, sıra düzülüşü başlayır. Növbə rəisimiz bizi yeni əmrlər və sərəncamlarla tanış edib postlara təyin edir. Posta gəldikdən sonra növbəni təhvil alırıq, reisə başlayırıq və sərnişinləri təlimata uyğun olaraq xidmət göstəririk. Sərnişinlər evdən çıxmamışdan öncə, uçuşdan əvvəl məsləhətim odur ki, baqajlarını özləri yığsınlar, heç bir ailə üzvlərinin kənar müdaxiləsi olmadan və aeroporta daxil olduqda tanımadığı vətəndaşlardan hansısa bir bağlamanı, yükü qəbul edib kiməsə təhvil verməsinə məsləhət görmürəm.